Son zamanlar qonşu Belarusun Ukrayna ilə sərhəddə hərbi təlimlərə, əsasən də nüvə təlimlərinə üstünlük verməsi iki ölkə arasında münasibətləri daha da gərgin vəziyyətə gətirib çıxarır. Xüsusilə qarşılıqlı hərbi ritorikanın gücləndiyi bir ərəfədə Belarus ərazisindən Ukraynaya, xüsusən də bu ölkə ilə sərhəddə yerləşən paytaxt Kiyevə yenidən hücum təhlükəsinin olması ilə bağlı müzakirələr artıb. Hazırda biz Ukrayna ictimaiyyətindən, Ukraynalılardan belə bir təhlükəni nə dərəcədə real gözlədikləri ilə bağlı öyrənməyə çalışacağıq. Belarus lideri Aleksandr Lukashenko mütəmadi olaraq müharibəyə hazırlıqla bağlı xəbərdarlıqlar edir. Bu, təkcə Ukrayna ilə yox, Avropa İttifaqı ilə də münasibətdə səslənir. Litva və Polşa da analoji fikirlər səsləndirir. Bütün bu və digər ssenariləri reallaşarsa, müharibənin coğrafiyası genişlənəcək. Bu, faktiki olaraq paytaxt Kiyevin döyüş poligonuna çevrilməsi ilə nəticələnəcək. Mənim fikrimcə, Belarusdan Ukraynaya hücum olacaq. Bəs belə bir ssenariyə Kiyev hazırdırmı? Bax, bu suala cavab vermək çox çətindir. Düşünürəm ki, həmişə olduğu kimi hərbçilərimiz ölkəmizi müdafiə edəcəklər. Hər şeyin yaxşı olması üçün, bütün Ukraynalıların dinc, yaxşı yaşaması üçün axıra kimi mübarizə aparacağıq. Biz Ukrayna silahlı qüvvələrinə inanırıq. Belə bir vəziyyətdə nə qərar verəcəyimizi bilmirəm. Çünki Vladimir Putin də hücum etməyəcəyini deyirdi, amma etdi. Təhlükə həmişə olub və ətrafımızda bu cür qonşular olduqca bu təhlükə uzun müddət davam edəcək. Ümid yalnız Tanrıya və Ukrayna ordusunadır. Sərhədləri möhkəmləndirmək lazımdır. Загроза завжди була і загроза ця буде. Я думаю, що будет просто провокация. Düşünürəm ki, çoxlu təxribatlar olacaq. Onların niyyəti odur ki, biz Belarus istiqamətinə daha çox hərbçi və texnika səfərbər etməklə şərq cinahımızı zəiflədək. Belarus hücum edərsə, buna çox peşman olacaq. Yeni cəbhənin açılması Rusiyanın mövqelərini yaxşılaşdırmayacaq. Как-то провоцируют, чтобы мы просто там держали сил. Mən yaxşı heç nə gözləmirəm. Onlar iradəcə zəifdilər. Hazırda ailəm bir-birinə qarışıb. Hər şey ola bilər. Amma bizim silahlı qüvvələrimiz əvvəlkindən fərqli olaraq indi güclüdür. Əgər hücum olarsa, Belarus üçün də yaxşı olmayacaq. Ukrayna prezidenti aydın şəkildə xəbərdarlıq edib ki, əgər Belarus ərazisindən hər hansı bir təxribat cəhdi baş verərsə, onda hərbi infrastruktura preventiv zərbələr endiriləcək. Bu məsələdə söhbət təkcə Ukraynanın deyil, həmçinin Baltikyanı ölkələrin də təhlükəsizliyindən gedir. Çünki Vilnius və Kiyev arasında imzalanan müvafiq sənəd var. Yəni Litvaya ediləcək hər hansı bir hücum zamanı Ukraynanın bölgəyə hərbi dəstək verməsi şərtdir. Onu da deyim ki, hazırda Belarus ərazisində təlimlər gedir və oradan Ukraynaya hücumun reallaşdırılması realdır. Belə bir hadisənin baş verməsi isə Belarus üçün mənfi nəticələrə səbəb olacaq. Qeyd edək ki, Kiyevə endirilən hava zərbələrinin sayı artıb. Dron hücumlarının bir çoxunun Belarus ərazisindən gəldiyi bildirilir.